الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا محمد وآله الطاهرين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Xanım Zəhra salamullah aleyhanın şəhadəti münasibətilə hamınıza başsağlığı verdik. Allah bizi Xanım Zəhranın məqamını başa düşən möminlərdən etsin inşallah. Salavat zikr edeyim Peyğəmbər və Ali Peyğəmbərə. Xanım Zəhra salamullah aleyhanın ləqəblərindən biri Tahirədir. Siddiqə Tahirə. Siddiqə barəsində danışdıq. Tahir, tohur, təharət, paklıq mənasındadır. Şübhəsiz, zahiri, cismani paklıq nəzərdə tutulmur. Ümumiyyətlə, Quran-ı Kərimdə, hədislərimizdə və bədii ədəbiyyatlarda, şeirlərdə, obrazlarda belə bir deyim vardır bizim tələbəlik və dini terminlərdə, din elmində Allah Quran-ı Kərimdə məhsusatdan məhlulata gedir. Yəni, biz başa düşdüyümüz, xüsusilə hisslərimizlə, duyğularımızla anladığımız misallarla Allah görmədiyimiz, duyğularla hiss etmədiyimiz məqamları bizə başa salır. Məsələn, Allah Quran-ı Kərimdə deyəndə ki, gözü kordur, onun qəlbi, onun qulağı kardır, bu qəlbin gözünü nəzərdə tutur. Ya qəlbi xəstədir, fi qulubihim marazun, qəlbi xəstədir. Qəlbi xəstə deyəndə bu ətdən ibarət qəlbi, ürəyi nəzərdə tutmur. Təharət də deyəndə cismani təharət nəzərdə tutulmur. Mənəvi təharət nəzərdə tutulur. Xanım Zəhra salamullah aleyhanın ləqəblərindən biri Tahirədir, pakdır o. Nədən pakdır? İnsan adətən səhv eləyəndə və səhvə yol verəndə, insanın üzərində natəmizlik olanda ya ağlına qayıdır, ya da qəlbinə. Ər-Ric Quran-ı Kərimdə həm ağla nisbət verilib, əgər ağılsızdırsa insan, ağıldan az istifadə edirsə, ağıldan kəmdirsə, buna Allah ric deyir, natəmizliyi. Və qəlbəndə problem yaşayırsa, qəlbində şəkk-i şübhə varsa, paxıllıq, həsəd varsa, riya varsa, Allah buna da ric deyir. فَالَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ قُلُوبُهُمْ مُنْكِرَةٌ وَهُمْ مُسْتَكْبِرُونَ. Qəlbi inkar edir, istikbar vardır. Ən'am surəsi 125-ci ayəsində deyir: كَذَلْكِ يَجْعَلُ اللّٰهُ الرِّجْسَ عَلَى الَّذِينَ لَا يُؤْمِنُونَ. Allah İman gətirməyənlərin qəlbində belə ritsi, natəmizliyi qərar verir.
فَمَنْ يُرِدِ اللّٰهُ اَنْ يَهْدِيَهُ يَشْرَحْ سَدْرَهُ لِلْإِسْلَامِ Allah kimi istəsə hidayət etsin, onun sinəsini, köksünü İslam üçün genişləndirər. Və mən yurid ən yuzilləhu yəcəl sədrəhu zayyiqən haracan kəənnəmə yəssəadu fissəma. Hər kəsi də azdırmaq istəsə, özü qazanıb bu məqamı, bu cəzanı, onun sinəsini dar edər. Sonra deyir, kəzəlikə yəcəlullaha ritsə Allah ritsi iman gətirməyənlər üçün natəmizliyi belə qərar verir. Bu natəmizlikdir. Bu imansız insanların qəlbində yaranacaq. Natəmizlik ya ağla qayıdır, səhv fikirləşirsən, səhv nəticə çıxardırsan, ya da qəlbə qayıdır, səhv əxz edirsən. Baxın, biz əgər bir ərazidə özümüz üçün bir məskən salırıqsa, bir ev tikiriksə, özümüzü qorumaq üçün tikirik. Orada soyuqda, istidə özümüzü qoruyuruq, ora sığınırıq. Sən əgər özünü qorumaq istəyirsənsə, soyuqdan və s. başqa maneələrdən gərək bir ev tikəsən, orada məskunlaşasan. Amma problem də təkcə soyuqdan ibarət deyildir, sel də gələ bilər. Vəhşi heyvanlar da sənə həmlə edə bilər. Oğru da girə bilər. Ona görə də sən yavaş-yavaş öz ehtiyatlarını artırırsan, çalışırsan bütün bu ola biləcək, yarana biləcək təhlükələrin qarşısını alasan. Nə qədər sən ehtiyatlı olsun və bu təhdidlərin qarşısını ala bilsin, o qədər sən təhlükəsizliyi təmin edibsən. Qəlb də elədir. Bəziləri qəlbini 4 divarla hasarlayıb. Bəli, günah soyuğunu qoymur içəri girsin. Qoymur günah istisi onu incitsin. İstidə sən sığınırsan evə, günəşin istisindən sığınırsan kölgəyə, soyuqdan da sığınırsan. Amma vəhşi heyvandan necə? Yox, həyətin çəpəri yoxdur. Axşam canavar da girə bilər. Çaqqal da girə bilər həyətə. İndi keçmişə biraz qayıtsın, vəhşi heyvanların əli daha da açıq olur, insanı parçalamaq üçün daha da imkanları çox olur. Meşə kənarında yaşayıblar, dağ ətəyində ev salıblar, məskən salıblar. Çəpər yox, vəhşi heyvanlar sənə həmlə eləyə bilər. Vəhşi heyvanlarla yanaşı sel səni apara bilər. Və s. Qəlb də belədir. Bəziləri təkcə divar çəkir, qoymur ki, günah soyuğu girsin. Amma vəhşi heyvan necə? Şeytan kimi vəhşi heyvan var. Həmlə eləyər sənin qəlbinə. Ona sərhəd qoya bilibsən, sədd qoya bilibsən. Sel gələ bilər. Baxın, sən yağışdan özünü qoruyursan. Sel gələndə sənin qurduğun, saldığın məskən səni bu təhlükədən qoruya bilər. Bəzən sel gəlir həqiqətən də. Bir şübhə seli yaranır. Fitnə seli yaranır. Sən orada həqiqətən qəlbi qoruya bilirsən. Elə bilirsən ki, sənin o qəlb evi aparmasın. Məsum insanlar, pak insanlar həm qəlbinə hər tərəfli nəzarət qoyublar. Yəni, məsum insanın qəlbinə Allahdan qeyrisi heç zaman girə bilməz. Allah Quranda deyir, deyir, ey möminlər, mal dövlət sizi aldatmasın. Ya əllədiyinə aman, la tulhikum. Sizi
mal dövlət Allahın zikrindən ayırmasın. Amvalukum, evladukum en zikrillah. Mal dövlət, pul, məqam Allahın zikrindən ayırmasın. Xüsusilə Allah Teala Münafiqun surəsində deyir. Amma bizə bunu deyəndən sonra deyir ki, bəli, mal dövlət sizin çoxunuzu aldadır. Əl-haykumut təkasur. Bu təkasur mal dövlətə deyirlər, çoxluğa deyirlər, aldadır. Va'lamu annama amvalukum və avladukum fitnə. Mal dövlət sizin üçün sınaqdır. Çoxları sınaqdan çıxa bilmir. Amma Əhl-i Beyt barəsində deyir ki, heç zaman Əhl-i Beyti aldada bilməz. Fi buyutin. Allah deyir, mənim hidayət çırağım vardır. Hidayət çırağı. Allah misal çəkir Nur surəsinin 35-ci ayəsində. Sonra deyir, Allahın hidayət çırağı yer üzündə bəzi evlərdə yerləşir. Fi buyutin əzinəllahu ən turfa. Allahın hörmətinin qorunmasına, onun əzəmətinin qorunmasına göstəriş verdiyi evlərdə Allahın nuru yerləşir. Əzinəllahu ən turfa və yudkərə fiyyə ismuhu. Allahın adı orada zikr olunur. Yusəbbihu ləhu fiyhə bilğuduvvi vəl-asal. O evlərdə gecə gündüz Allahın şəninə tərif deyirlər. Kimlərdir? Ricalun. Bəzi insanlar. Bu rical ki deyir Allah Teala, bunlar adi insanlar deyirlər. A'raf surəsinin 44-48-ci ayələrində deyir ki, və alal a'rafir ricalun ya'rifuna kullan bisimahum. A'raf cəhənnəmlə cənnət arasında bir çəpərdir. O çəpər bir hündür yer var orada. O hündür yerdə oturan insanlar bütün insanları tanıyırlar. Cəhənnəmə gedənləri də, cənnətə gedənləri də. İndiki yer üzündə olan 6-7 milyard insan da tanıyır. Bizdən öncə nə qədər insanlar olub, onlar da tanıyır. Bizdən sonra nə qədər gəldi, hamısı tanıyırlar. Ya'rifuna kullan bisimahum. Həman rical. O kişilərin xasiyyəti, xüsusiyyəti nədir? Ricalun. Nur surəsinin 37-ci ayəsində onların tərifini verir. Ricalun la tulhihim ticaretun və la bey'un an zikrillah. Onları Allahın zikrindən mal, dövlət, pul, ticarət heç bir şey ayıra bilməz. Yəni qəlblərinə heç zaman Allahın istəmədikləri girə bilməz. Allah nə istəyir onların qəlbinə girir. Onlara heç bir təsir edə bilməz. Buna deyirlər təharət. Sən evi, qəlb evi və elə bir nəzarət qoyubsan ki, heç bir şək şübhə qəlbə daxil ola bilməz. Allahın istəmədiyi bir şey daxil ola bilməz. Buna deyirlər ismət, buna deyirlər təharət. Qapının, evinin qapısı açıldır. Evimin qapısı açıldır. İt elə, üzr istəyirəm, məclisdən uzaq, istədiyi vaxtı girir, içəri çıxır. Hər dəfə girəndə gəlir təmizləyəsən bu. Xüsusilə ayağı da yaşdır. Ya evin özü yaşıdır. Qəlbin açıqdır, kisədə bir dənə maşın keçib qəlbindən girib ağlından çıxır. Qarun çıxdı cəmatın arasında, fəxaraca alə qavmihi fi zinəti. O şah paltarında, o tacı ilə, o dünyavi o geyimiyle, paltarıyla çıxdı. Qələl-ləzīne yuridunəl həyətəd-dünya. Allah onların sifətini deyir. Dünyanı çox istəyənlər deyir. Zahirən dindən, İslamdan, haqdan danışanlar. Amma qəlbən dünyanı çox istəyənlər deyirlər. Ya leytəllənə mislə ma utiyə Qarun. Kaş bizə də bu qaruna verilənlərdən veriləydi. Bir dənə tərindən ah çəkirsən. Həqiqətən də Allaha görə, Allahın dininə görə bir ah çəksəydin, Allah sənin duanı qəbul edərdi. Dərindən bir ah çəkirsən. İnnehu lezu hazzin azim. Allah ona böyük pay ayırmışdır. Bunun qəlbindən keçdi. Firon çölə çıxıb, bunun qəlbindən girdi, ağlından çıxdı. Bəli, çünki sənin
Qəlb evimin qapısı açıqdır. Ona görə o girə bildi qapı. Amma pak olan insanlar, məsumlar qoymurlar onların qəlbinə belə şeylər girsinlər. Ricalun la tulhihim ticaretun və la bey'un an zikrillah. Ticarət, pul, vəzifə, məqam Allahın zikrindən onları ayıra bilməz. Qəlblərinə belə şeylər girə bilməz. Bu paklıq həm onların qəlbində var, həm də ağlında var. Onlar səhv fikirləşmirlər. Məsum budur. Məsum bu deyil ki, o günah eləməz. Adi o insan da ola bilər, günah eləməyəsin. Elə bir yerə, məsələn, bir yerdə ola bilər insan, günah eləməyi mümkün deyil. Mümkün deyil günah eləmək. Ola bilər bir insan uşaqlıqdan elə məsciddə böyüyüb, təqvalı adamların yanında böyüyüb günah eləmir. Bu o demək deyil, səhv etməz bu. Fikirən səhv etməz. Fikirən səhv edə bilər. Məsum deyiləndə onun bir işi günah etməməkdir. Onun bütün danışdıqları, fikirləşdikləri, yürütdükləri, bütün mövqeyi düzdür. Məsum budur. O Allahdan başqa bir söz deməz. Onun bütün dedikləri Allahın izni ilədir və Allahın təsdiqi ilədir. Həzrəti Musa Peyğəmbərin anası uşağı qoydu sandıqçaya, atdı Nil çayına. Allah Quranda deyir, فَاَوْحَيْنَا إِلَى أُمِّ مُوسَى وَاَوْحَيْنَا إِلَى أُمِّ مُوسَى أَنْ أَرْضَعِ. Biz Musa'nın anasına vəhy elədi, ilham elədi. Qoy onu sandığa, ona süd ver. Qoy onu sandığa, at Nil çayına. فَاِذَا خِفْتِ عَلَيْهِ فَعَلْقِيهِ فِي الْيَمِّ وَلَا تَخَافِ وَلَا تَحْزَنِ. Biz ona vəhy elədik ki, qorxdun, təhlükə yarandı, gördün ki, artıq uşağı tapacaqlar, Firon da axtarırdı, araşdırırdılar. Qoy onu sandığa, at Nil çayına. Bu ilhamdır. Bu bir məsələdir. Bir çıxış yoludur. Bu çıxış yolunu kim göstərdi? Allah Teala göstərdi. Məryəm xanıma da həmçinin, xanım Zəhraya da belə ilham olundu. Xanım Zəhranın bütün dedikləri, fikirləşdikləri, bütün hərəkətləri, bütün davranışı Allahın izni ilə idi. Tahirədir, paçdır, bu mənada paçdır. Quran-ı Kərimdə Allah Teala deyir: "İnnallaha yuhibbut tawwabin və yuhibbul mutatahhirin." Allah pak olanları, özünü paklayanları sevir. Tövbə edənləri və özünü təmizləyənləri sevir. Bu Bəqərə surəsinin 222-ci ayəsidir. Bu ayədə Allah deyir ki, kim özünü təmizləyərsə, təvvabin, yəni özünü daxilən təmizləyənlər. Mutatahhirin burada zahirən. Əl-üzün yuyursan və s. təmizləyirsən, cismani təmizləyir, bir də ruhani təmizləyir. Bir də Allah Teala deyir ki, təmizlənənlər, pak edilənlər, özləri pak eləmirlər, onları Allah pak etmişdir. فَلَا أُقْسِمُ بِمَوَاقِعُ النُّجُومِ وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ. And olsun ulduzların mənzillərinə. Bu böyük anddır. وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ. Əgər bilsəniz bu böyük bir anddır. إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ. Bu Allahın kəlamıdır. Quran Allahın kitabıdır deyir. Fi kitab-ı məknun. Allahın məxfi etdiyi və məxfi saxladığı mənbədən gəlmişdir. La yəməssuhu illal mutahharun. Bu kitaba ancaq pak olunmuşlar əl tapa bilərlər. Bu kitabı ancaq pak olunmuşlar düzgün izah edə bilərlər. Mutahhirdir, mutahhardır, pak olunmuş. Mutahhar kimlər? Mələklər də mutahhardirlər. Amma söhbət bundan gedir ki, bu kitaba kimlər əl tapa bilərlər?
Kim bu kitabı izah edə bilər səhvsiz, qüsursuz? Bəziləri çalışır mələklərə aid edir. Yox, hədislərimizdə gəlib Əhl-i Beyt rivayətlərində var ki, bu Əhl-i Beytə aiddir. Allah Təthir ayəsində Əhzab surəsinin 33-cü ayəsində deyir: "İnnəmə yuridullahu liyuzhibə ankumur-ric liyuzhibə ankumur-ricsə əhləl-beyt və yutahhirakum tathira." Allah istəyir ki, sizdən ricsi aparsın. Mutahhər Əhl-i Beyt deyəcəksin. Mütəhhir yox. Sən də mütəhhir ola bilərsən, özünü təmizləyirsən. İstər mənəvi təmizlik olsunsa, zahiri, cismani olsun. Sən mütəhhirsən. Amma mutahhər o insanlar ki, Allah tərəfindən paklanırlar, onlar ancaq Əhl-i Beytdir. Düzgün Əhzab surəsində də onlara deyir: "İnnəmə yuridullahu liyuzhibə ankumur-ric əhləl-beyt və yutahhirakum tathira." Tahirə də deyiləndə bunu nəzərdə tutur Peyğəmbərimiz. Xanım Zəhranın ləqəbi Tahirədir, yəni o mənən təmizdir. Onun qəlbi də bütün şək, şübhədən, azğınlıqdan, zəlalətdən, hər şeydən uzaqdır, pakdır. Onun qəlbi heç zaman Allahın istəmədiyini istəməz. Onun ağlı da səhv fikir yürütməz. İdrakla iradə arasında bağlılıq vardır. Bütün dərk etdikləri Allahın onlara ilham etdikləridir. Niyə Allah Taala belə insanları bizə göndərməlidir? Bəziləri həqiqətən də həyatın mənasını başa düşmürlər. Həyatın mənasını başa düşsün, belə insanlar axtararıq. Fəlsəfədə deyirlər, vasitəli ağıl var, bir də vasitəsiz ağıl var. Vasitəsiz ağılla vasitəli ağılda fərq vardır. Bədihiyyətə nəzəri deyirlər. Əgər sən bir dəlil gətirirsənsə, dəlil göstərirsənsə, o dəlil ya özlüyündə heç bir dəlilə ehtiyacı olmadan sənin tərəfindən bir mənalı olaraq qəbul olunmalıdır, yoxsa ya da başqa bir dəlil gətirməlisən, onu isbat eləməlisən. Məsələn, bəzi dəlillər var, onun dəlilə ehtiyacı yoxdur. Mən deyirəm ki, filan kəs, məsələn, X həm indi, bu dəqiqədə, həm Bakıdadır, həm də Şəkidədir. Heç kim məndən qəbul etməz. Dəlildə ehtiyacı yoxdur, dəlil özüdür. İndi bir zamanda həm Bakıda olan, Şəkidə olan mümkün olan şey deyil. Fəlsəfədə bunlara vasitəsiz ağıl deyirlər. Bunlara bədihiyyat deyirlər. Əgər bunun da dəlilə ehtiyacı olsa, gərək gətirdiyin dəlilin də dəlilə ehtiyacı olsun. Belə silsiləvari gedəcək, sonu olmayacaq. Aləm deyəcək bir-birini. Gərək axırda elə bir dəlil olsun ki, onun dəlilə ehtiyacı olmasın. Dayansın da. Amma mən indi desəm ki, yağış yağır. Məsələn, Şəkidə yağış yağır. Sən məndən dəlil istəməlisən də, dəlil artıq deyirsən, harada bilirsən? Nə sən ispat edə bilərsən, yağış yağmır, nə də mən inkar edə bilər. Yəni, onun dəlilə ehtiyacı vardır. Həyatda da hidayətdən söhbət gedirsə, mənim hidayətə ehtiyacım var, sənin hidayətə ehtiyacın var, hamının hidayətə ehtiyacı var. Elə insanlar yüzündə olmalıdır ki, onlar hidayət edə bilməlidirlər, amma hidayətə ehtiyacları olmamalıdır. Onlar özü hidayət mənbəyi olmalıdır. Və sonda da Allah özüdür hidayət mənbəyi. Allah Quran-ı Kərimdə deyir: "Əfəmən yəhdi iləl haqqi, əhəqqə an yuttəbə əmmən la yəhiddə illə yuhda." Sonra verirəm sizə deyir. Hidayəti ehtiyac olan insan hidayət edə bilər, yoxsa hidayətə ehtiyac olmayan, özü hidayət olunan insan hidayət edə bilər. Bələdçi yol göstərə bilər, yoxsa bələdçiyə ehtiyacı olan yol göstərə bilər. Təbii olaraq bələdçi yol göstərə bilər. Əgər məsum insanlar olmasa, fikir baxımından səhvsiz, qüsursuz, məsum olan insanlar olmasa, biz elə bir-birimizi qırarıq da, bu deyər mənim fikrim düzdür, o da deyər o mənim fikrim. Ona görə də qeybət zamanında problemlər bu qədər vardır. Və biz insanlar ki, adətən öz
öz fikirlərimizə çox əhəmiyyət veririk və məsumun dəyərini başa düşmürük, təzyiq göstərdi ki, məsum bir də bizim sözümüzü desin. Əgər o məsum olmasa, o fikrində bir mənalı qəti olmasa, biz onu azdıra bilərik. Allah Quranda deyir. Allah Quranda deyir ki, İsra surəsinin 74-cü ayəsində, 73-də deyir ki, və in kadu ləyəftinunəkə ənillədi avhəynə iləkə litəftəriyə aleynə qayrək. Peyğəmbər sənə təzyiq göstərirlər ki, sən bizi iftira yaxasan. Nauzubillah. Yəni, sən bizim dediyimizi yox, onların dediyini din adıyla deyəsən. Sənə təzyiq göstərirlər. Həm kafirlər, həm də münafiqlər daxildə. Və edən ləttəxədukə xəlilə. Onda səni dost tutarlar. Deyərlər, bəli, sən düzdürsən, sən Peyğəmbərsən. Çünki onların dediyini deyirsən artıq. Sonra Allah deyir, vələulə ən təbbətnəkə. Biz əgər səni saxlamasaq, qorumasaq, ləqət kittə tərkən öyləyim şeyən qalilən. Onlara azdan meyil eləyərsən. Baxın, Peyğəmbər məsum olmasa, imam məsum olmasa, sən mən o qədər təzyiq göstəririk, axır çaşırarıq. Çünki məsum deyil. Və çaşdırdıqda Allahın dini təhrif olacaqdır. Biri var ki, Allahın dini yer üzündədir. Biz onu düz məna eləmirik. Düz var ortada, amma düz təbliğ eləmirik. O Allahın hikmətini təmin edir. Çünki düz var idi, siz düz yolu gedmədiniz. Bir də var ki, Allah yer üzündə düz insanlar yetişdirə bilmədi. Allahın qiyamət günündə onda bizə sözü olmazdı. Amma indi Allah bizə məsumlar göndərir. Təhrif olunmamış kitab göndərir. Deyir, Quran göndərdim, imam göndərdim, Peyğəmbər göndərdim, ağıl da verdim sən. Xanım Məsumə kimi, xanım Fatimə Zəhra salamullah əleyha kimi məsumə olmalıdır ki, pak qadın olmalıdır ki, bütün xüsusiyyətlərdə, bütün insanlara nümunə ola bilsin. Kamil qadın nümunəsi. Allah deyir, mən şah əsərimi yarattım, insanı yarattım, amma onun içindən kamilləri və bütün insanlara nümunə ola biləcək şəxsləri mən yetişdirə bilmədim. Bu Allahın hikməti ilə düz gəlmir. Allah bəşəri yaratmamışlar öncə mələklərlə. O söhbət ki vardır Bəqərə surəsində Allah onu nəql edir, deyir ki, mən bəşərə, mələklərə dedim ki, inni cailu fil ardı xalifə. Demədim, mən bəşər yaratmaq istəyirəm. Dedim, mən yer üzündə xəlifəmi qoymaq istəyirəm. Şübhəsiz bəşəri yaratmaq istəyirdi. Dedi, bəşərin fəlsəfəsi, bəşərin xilqətinin fəlsəfəsi imamətlə, xilafətlə bağlıdır. Əgər imamətsiz, xilafətsiz bəşəri hesab etsək, bəşər deyildir, mənası yoxdur. Bir dəstə nəfsani istəklərinə qulluq eləyən vəhşi yaratmışam. İnsan heyvandan da onda vəhşi olar. Əgər imam yoxdursa, xəlifə yoxdursa, Allahın hidayət çırağı yer üzündə yoxdursa, insan ən təhlükəli varlıqdır. Bugün insan həyat üçün, təbiət üçün, dünya üçün ən təhlükəli varlığa çevrilir. Elə bir silahlar hazırlayıb ki, bir düyməni basmaqla yeri neçə dəfə xarabazara çevirə bilər. Yer külə dönə bilər. Ən təhlükəli varlıq insandır. Necə Allah buna imam göndərməz, xəlifə göndərməz, öz elçisini göndərməz. Bir var, elçisini göndərib, insan bunu eləyir, Allahın hikməti təmin olmuşdur. Çünki hidayət eləyib, sən azıbsan. Bir də var, Allah bunu göndərməsəydi. Odur, yer üzündə, əgər imam olmasa, xəlifə olmasa, Allah nümunə göstərməsəydi, həm kişilər üçün, həm qadınlar üçün, onda Allahın hikməti və Allahın istəyi təmin olmamışdır. Allah qadınlar üçün də, kişilər üçün də xanım Zəhra salamullah əleyhanın bütün müsbət xüsusiyyətlərdə, insani keyfiyyətlərdə nümunə göstərir. Siz xanım Zəhrada hansı yaxşı xüsusiyyəti istəyirsiniz, tapa bilərsiniz. Şəxsi məsələlərdə nümunədir. Ailə məsələlərində nümunədir bütün müsəlman dünyasında. Siz Qurana bir dənə diqqətlə baxın, qalxın, Allah Quran-ı Kərimdə
bütün əməlləri də deməsi, bütün məsələlərdə də olmasa, əksər əhəmiyyətli məsələlərdə Allah nümunə göstərir. Deyir ki, zalimsən, zalim olmaq istəyirsən, aqibətin budur ha. Dedi, zalimların ağası Firondur. Onu bu günə qoydu, nümunə göstərdi. Bu yolu gedirsən, Firondan gündə ola bilməzsən. Firondan da böyük təkəbbür eləyə bilməzsən. Dedi, mən Allaham. Onu biz gətirdik, suda boğdu və dedi ki, Allah mən iman gətirdim. Dedi, Əl-ənə və qad əsaytə min qabla kunta minəl mufsidin. İndi gecdi artıq. Allah demək istəyir ki, onu sındırdıq ha. Sən təkəbbür edirsən ha, bundan qabağa keçə bilərsən, bundan güclü ola bilərsən. Sındırdıq onu. Dedi, sənin cəsədini də çıxardaraq çölə. Hamı üçün ibrət olsun. Fəliyəvmə nünnəccikə bibədənikə litəkunə limən xalfəkə ayə. Bu hamı üçün ibrət olsun. Nümunə göstərir. Zalim olmaq istəyirsən, aqibətin budur. Qarun kim olacaqsan, Səddam kim olacaqsan, Qəddafi kim olacaqsan, nümunə budur. Yaxşı olmaq istəyirsən, yaxşı üçün də nümunə əhl-i beytdir. Sən dua eləməlisən, namazda deməlisən, ehtinə sıratal müstəqim, sıratəl-ləzinə ən'amtə aleyhim. Neymət verdiyin kəslərin yoluna mən hidayət elə. Əhl-i beytdir. Nisa 69-da əhl-i beyt, siddiqin, şühədə, salihin və nəbiyyin. Qadın üçün nümunə xanım Zəhra salamullah aleyhadır. Kişi üçün də nümunədir, xüsusilə qadınlar üçün. Qadınlarda olan o xüsusiyyətlər var, o xüsusiyyətləri istəyirlər, düzgün istifadə edirlər, o əsərlərdə özlərindən nümunə axtarır, baxırlar xanım Zəhranın həyatına. İstər şəxsi həyatında, istər ailə həyatında, istər ictimai həyatında. Baxsınlar xanım Zəhra necə idi? Biz onda bu məclislərin nəticəsini ala bilərik. O zaman biz bu əzalarımızdan, bu matəm mərasimlərimizin nəticəsini alarıq ki, biz xanım Zəhranın barəsində təkcə eşitməyən, onun həyat tərzini öz ailəmizdə göstərək. Qadınlarımız xanım Zəhra kimi yaşamağa başlasın, düşünməyə başlasın. Yoxsa mən ağlayıram, kədərlənirəm, nə üçün? Bu matəmlərin fəlsəfəsi budur. Biz bunları təbliğ ediriksə, ailə də təşkil edəndə, baxın, əhl-i beytin ailəsi necə, tərbiyə necə verirlər uşaqlara. Bu hər kiçik məsələlərdir, böyük məsələlərdir. Xanım Zəhra salamullah əleyha, baxın, nə qədər öz tutduğu yolda, mövqeyində möhkəmdir ki, şəhadətə razı olur, amma fikrindən dönməyə razı olmur. Niyə? Çünki Allah ona nəzarət qoyur. Peyğəmbərə necə Allah deyir ki, Peyğəmbəri, əgər mən səni qorumasaydım, sən acıza meyllənərdin ona sarı. Adam nə vaxt qaçır meydandan, nə vaxt öz düz bildiyindən çəkinir, o vaxt ki qorxur, o vaxt ki səhv edir, o vaxt ki təsir altına düşür. Xanım Zəhra salamullah aleyha sonra qədər niyə dirənə bildi? Çünki məsumə idi. Allah onu idarə edirdi. Ona görə də şəhadətə də razı oldu. Əli əleyhissalam deyir ki, bütün insanlar, xüsusilə birinci, ikinci xəlifə bilirdi ki, mənim İslamdakı rolum dəyirman daşının oxuna bənzər. Dəyirman daşının oxunun əhəmiyyəti var. Yəni, hər bir şey onun ətrafında hərəkət etməlidir. O ox olmasa məcrasından çıxar. İslam dünyası, əgər istəyirsə məcrasından çıxmasın, gərək Əli kimi məsum bir şəxsin ətrafına fırlanar. Onun ətrafına təvaf eləməsə, yəni ona itaat eləməsə məcrasından çıxacaqdır. Çünki o özü məcrasından heç vaxt çıxmayacaq, o məsumdur. O Allah tərəfindən qorunur. O əgər Allah tərəfindən qorunmasaydı, o əgər Allah tərəfindən hifz olunmasa, təbii olaraq o da məcrasından çıxa bilər. Yox, o oxdur, heç vaxt məcrasından çıxmaz. Xanım Məsud Zəhra salamullah aleyha da elə. Ona görə də siz baxın 12 imama tarix boyu nə qədər təzyiqlər olub. Bilirsiniz imamlarımıza nə qədər təzyiq olub? Tarixdə adam oxuyanda dəhşətə gəlir. Kimi, indiki siz araşdırın, hansı bir alimin, hansı bir möminin qapısında nəzarət qoyublar ki, onunla görüşmək olmaz. Hansı? İmamlarımızın İmam Həsən əskərini əskərlərlə hadə eləmişdir. Ümumiyyətlə görüşünü adam bırakmırdılar. Kim də gedirdi, nəzarət altındaydı. Yağ satmaq adı ilə İmam Sadiq ağa ilə görüşürdülər və imamın xəbərlərini aparıb çatdırırdılar. Yağ satmaq adı ilə. Yağ satan kimi. İmam Rıza ağa
ayə məmun hansı təzyiqləri etmədi ki, imam onun istəyini qəbul etsin. Amma çünki o məsum idi, onu çaşdıra bilmədi. O təzyiqlər qabağında adi adamlar dözə bilir, biz dözə bilmərik. Niyə imamlar o təzyiqlər olurdu? Çünki onlarda o təsir gücü ki var idi, Əbbasilər də, Əməvilər də həmişə əhl-i beyti, imamlarımızı özücü təhlükə görüblər. Görürlər, bunlar insanları cəm edib, öz ətrafına yığa bilər və insanları qaldıra bilər. Ona görə də bütün təzyiqlərə məruz qoyurdular. Amma mən kimi, adi biz kimi insanlar nə eləyə bilərik ki, bizim üstümüzdə o qədər təsir olsun? İndi əgər belə bir şəxs olsaydı dünyada, şübhəli onun təzyiq altında qoyardılar ki, ona bütün təsirləri eləyərdilər ki, fikrindən dönsün. Orada da məsum dözə bilər. Məsum dözür, axırda şəhid olur, şəhadət artıq məsuliyyəti götürür öhdəsindən. Əhl-i beytin fəziləti, üstünlüyü bundadır. Nə qədər də təzyiq olursa olsun, onlar heç zaman Allahın istəyindən kənar çıxa bilməzlər. Xanım Zəhra da o qadınlardandır. Biz bunu yer başa düşək. Biz bu cür Xanım Zəhranı dərk eləyək. Onun məqamını başa düşək. Arifən bi haqqı buna deyirlər. Olduğu kimi onun haqqını, onun dərəcəsini, məqamını arif olasan. Məqamını arif olasan. Və çalışasan o istiqamətdə hərəkət eləyəsən. Quran bu insanları təbliğ eləyir və bizə də deyir ki, deyin ki, Allah bizi nemət verdiyin kəslərin yoluna hidayətlə. Bu imamət nemətidir. Əl-yevmə əkməltu ləkum. Əl-yevmə əkməltu ləkum dinəkum. Dininizi bugün kamil etdik və ətməntu aleykum ni'məti. Neməti sizə tamamladım. Alma idi, alma qutarır, dəgəyə, alma yoxdur dayı. Bu maddi nemətlər deyir ki, Allah deyir tamamladım, bunlar hamısı var da, ha? Bu maddi nemət deyil. Bu imamət nemətidir. O nemət verilmiş kəslərin Allah yoluna bizi hidayət edilməli, biz də Allahdan istəyirik. Minəl-nəbiyyin və siddiqin və şühədə və salihin. Şəhidlərdir, şahidlər əhl-i beytdir, siddiqlərdir, salihlərdir və nəbilərdir. Onlardan biri və xanımlar xanımı Xanım Zəhra salamullah aleyhadır. Xanım Zəhra salamullah aleyhanın şəhadətinin səbəbi bu məlunların, münafiqlərin, Peyğəmbərə təsir eləyənlərin ucbatından idi. Allah Teala Quranda Hücurat surəsində deyir ki: "Və alamu enne fikum Rasulallah." Bilin sizin aranızda olan Allahın Rasuludur. Çalışmayın ki o sizin sözünüzü desin. "Lav yuti'ukum fi katirin minel emri la'anittum." Əgər Peyğəmbər sizin sözünüzü desə, siz çətinliyə düşərsiniz. Çalışırdılar münafiqlər, bu münafiqlər barəsindədir. Münafiqlər çalışırdılar, Peyğəmbər onların istədiyi kimi danışsın. Onların istədiyi dini təqdim eləsin. Şübhəsiz Peyğəmbərdən sonra Əli əleyhissalam bu təzyiqlər oldu. Xanım Zəhra salamullah aleyhaya oldu. Ona görə də onlar ta 11-ci imamımıza qədər, 12-ci imamda qeybətə çəkildiydi, səbəb də o idi. Öldürəcəkdilər. Bizim dediyimizi deyim, bugün də bu vardır. Ruhaniyyət təsir göstərir ki, mənim dediyimidir. Mənim fikirləşdiyim ki, fikirlər. Bu haman insanların davamçılarıdır. Əgər ruhani sənin sözünü deyərsə, elə sən otur gəl ruhanın yerində də. Sən ağıllısan da, sən ağıllısan ki, otur onun yerində. Yox, əgər bu səndən ağıllıdırsa, ağıllının sözünə qulaq asda. Şiadan xaric deyirlər, ya sən ondan ağıllısan ki, otursan ağıllı, ruhani cəmata yol göstər. Əgər o səndən ağıllıdırsa, savadlıdırsa, o əgər sənin sözünə qulaq asırsa, o da elə sənin tayindir. O da sənin tayindir. Əhl-i beytin yolu budur. Alim gəlir Quranın sözünü deyə, Əhl-i beytin sözünü deyə, mömin də itaat edir. Yoxsa bu qorxar, birdən onun pulunu kəsərlər, birdən məsələn onun çöldə onun haqqında yaxşı danışmadır, o lazım deyil. Allah deyir, Peyğəmbər, onlar ki sənə təzyiq göstərir, onda sənə dost deyərlər ki, sən onların sözünə deyəsən, onların fikrini deyəsən. Və izəllətəxədukə xalilə, onda səni dost desərlər. Lazım deyil adam. Bax, məsumların fərqi budur. Və o insanlar məsumların yolunu gedirlər ki, onların ətəyindən yapışsınlar, Quranın ətəyindən yapışsınlar, Qurandan Əhl-i Beytdən başqa söz deməsinlər. Və Quran nə deyir, onu desinlər. O adam da, mömin də itaat eləyər, eləməz, xoş gəlsin. Eləməz.
onda sən Əhl-i Beytin yolunu gedərsən. Yoxsa onun sözünə qulaq asırsansa, cəmaət yazıq elə bilir ki, sən Quranın Əhl-i Beytin sözünü deyirsən. Da xəbəri yoxdur ki, 5 manat sənə pul verir, qıraqdan o sənə didizdirir bunlar. Onun nəzərini, sən gərək nəzərə alasan. Quran belə deyir, sən nə deyirsən? Sən desin, mən Quranın nəzərini qoyaram, sənin nəzərini deyirəm. Bu təhrifdir. Bu Quran hörmətsizlikdir. Bu insanın öz şəxsiyyətinə də hörmətsizlikdir. Allah bizi həqiqi möminlərdən, Əhl-i Beyti tanıyanlardan, Xanım Zəhranın maqamını başa düşən möminlərdən qərar versin. Pərverdigar bizi Qurandan, Əhl-i Beytdən ayrı salma yenə. Bizi Xanım Zəhradan ayrı salma yenə. Xanım Zəhranın məqamını başa düşən möminlərdən bizi eylə yenə. Pərverdigar xəstələrimizə Əhl-i Beyt xatirinə şəfa inayət eylə. İmam Zaman ağanda zuhurunu təcil eylə yenə. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.